İşğaldan azad olunan ərazilərə qayıdan sakinlərin məşğulluğu da daim diqqətdə saxlanılır. Bununla bağlı özlü məşğulluq proqramları icra olunur, kiçik ailə bizneslərinin yaradılması üçün dəstək göstərilir. Bugün isə Ağdamda əmək yarmarkası təşkil olunub, iş axtaranlara müxtəlif istiqamətlər üzrə vakansiyalar təqdim olunub. Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil olunan yarmarka bugün Ağdam şəhərində baş tutub. İndi görüntüləri sizə təqdim edirik. Bildirmək istəyirəm ki, əmək yarmarkasında müxtəlif fəaliyyət sahələrini təmsil edən 20 müəssisə iştirak edir. İş axtaran şəxslərə əməliyyatçı, mühasib, avtoçilingər, dəzgah operatoru, dərzi, mühəndis, elektrik, qaz qaynaqçısı, ofisant, çeşidləyici, evakuator sürücüsü, mexanik və digər peşələr üzrə ümumilikdə 160-dan çox vakansiya təqdim olunur və tədbir çərçivəsində iştirakçılar işə götürənlərlə birbaşa ünsiyyət qurmaq, vakansiyalar barədə ətraflı məlumat almaq və müraciətlərini yerində təqdim etmək imkanı əldə ediblər və bildiyimiz kimi azad ərazilərimizdə də yeni iş yerlərinin yaradılması artıq iş axtaranlar üçün də avantajdır və bu yönümdə Dövlət Məşğulluq Agentliyi bu cür yarmarkalar təşkil edir və kifayət qədər iş yerləri artıq təqdim olunub.